Vaşinqton beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsində maliyyə yükünü tək başına daşımaq niyyətində deyil. Amerika Birləşmiş Ştatları administrasiyası hesab eləyir ki, xüsusilə Hörmüz boğazı və digər strateji dəniz marşrutlarından faydalanan körfəz ölkələri bu missiyanın maliyyələşdirilməsində daha fəal iştirak etməlidir. Rəsmi Vaşinqton qlobal ticarətin təhlükəsizliyini kollektiv məsuliyyət kimi qiymətləndirir və bu yükün yalnız ABŞ büdcəsinin üzərinə düşməsini doğru hesab etmir. Bu çağırışın yalnız təhlükəsizlik deyil, enerji bazarları üçün də mümkün nəticələr var. Müharibə uzandıqca görünür ki, Amerika Birləşmiş Ştatlarının prioritetləri tamamilə dəyişərək əsas diqqət Hörmüz boğazında gəmiçiliyin bərpasına yönəlib. Çünki boğazdan keçidin məhdudlaşdırılması bütün qlobal iqtisadiyyat üzərində çox böyük təzyiq yaradır. Üstəlik, İran hökumətinin rəsmiləri bildirirlər ki, Hörmüz boğazından keçidi nəzarətdə saxlamaq və ya onu bağlamaqla hədələmək İran üçün hətta nüvə silahına malik olmaqdan daha güclü və daha faydalı geosiyasi vasitədir. Buna görə də Birləşmiş Ştatlar gəmilərin Hörmüz boğazından İranın nəzarəti olmadan sərbəst keçidini təmin etməyə çalışır. Vaşinqton bu istiqamətdə Körfəz Əməkdaşlıq Şurasındakı tərəfdaşları Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt və düşünürəm ki, İraq hökuməti tərəfindən də qəti şəkildə buna təşviq edilir. Vaşinqtonun bu yanaşmasının beynəlxalq hüquq baxımından hər hansı məcbur edici əsası yoxdur. Ekspertlərin fikrincə, beynəlxalq dəniz yollarının mühafizəsi dövlətlər üçün hüquqi öhdəlik deyil, tərəflərin qarşılıqlı maraqları əsasında formalaşan əməkdaşlıq mexanizmidir. Məhz bu hüquqi qeyri-müəyyənlik fonunda Vaşinqtonun maliyyə tələbinə körfəz paytaxtlarından hansı reaksiyanın gələcəyi də böyük maraq doğurur. Düşünürəm ki, birmənalı qarşılanmayacaq. Çünki bu sadəcə olaraq Hörmüz boğazından keçidi ya da onunla bağlı olan tənzimləmələri əhatə etmir. Bu qlobal bazarda olan həm enerji qiymətlərinə, həm də digər istiqamətlərdə olan qiymətlər də təsir edəcək nəticələr özündə ehtiva edəcək. Amma Amerika Birləşmiş Ştatlarının bununla bağlı yanaşması birmənalıdır və biz diqqət ediriksə son zamanlarda həm təhlükəsizliklə ilə bağlı öhdəlikləri birmənalı şəkildə Amerika büdcəsindən qarşılanmasının əleyhinə çıxış edir. Eyni zamanda BMT və ixtisaslaşmış qurumlar çərçivəsində də götürülən öhdəliklərin üzv dövlətlər tərəfindən paylaşdırılması ilə bağlı adekvat cavabları biz Amerika tərəfindən müşahidə edirik və yekun nəticədə Hörmüz boğazı üzərində də eyni prinsipin tətbiq olunması Tramp administrasiyasının bugün qarşıya qoyduğu əsas istiqamətlərdən biridir. Boğazın qısa müddətli qapadılması belə qlobal enerji birjalarında dalğalanmalar yaradaraq tədarük zəncirini sarsıdır. Enerji resurslarının bahalaşması isə qitələrarası miqyasda yeni inflyasiya dalğasını qaçılmaz edir. Baktığımızda 9 günlük savaş, yani Hürmüz Boğazı kapatılması, o savaşın sona ermesinden, ateşkesin olmasından sonra 9 gün devam eden savaşta bile hemen Brent petrolün 90 dolara kadar arttığını ve Avrupa'da özellikle doğalgaz fiyatlarının 90 dolara kadar gelebileceği tahmin ediliyor. Bu da maalesef hem Avrupa'da hem ABD'de hem de tüm dünyada enflasyonist bir etki yaratıyor. Tabii Hürmüz Boğazı her ne kadar tüm dünyadaki petrol ve enerji tankerlerin geçiş noktasının %20'sini karşılamış olsa da maalesef burada hem petrolde hem doğalgazda ciddi bir şekilde kayıba uğratıyor. Beləliklə, Hörmüz boğazı uğrunda mübarizə artıq sadəcə regional hərbi münaqişə deyil, qlobal iqtisadi sağ qalma davasına çevrilib. Bu marşrut üzərindəki gərginliyin dünya bazarlarında hansı yeni tarazlıqları yaradacağını isə zaman göstərəcək.